Salam müəllimlər, axşamınız xeyir olsun. Səsim gəlir, Salam eşidirsiniz müəllimlər, səsimi? axşamınız xeyir olsun. Səsim gəlir müəllimlər. Müəllimə paylaşma olan link əlbəttə ki, paylaşın. Eşidirsiniz səsimi? Bir dənə yazın zəhmət olmasa. Salam müəllimə, necəsiz? Çox sağ olun, yaxşıyam. Siz necəsiz? 5 dəqiqəyə başlayırıq. Zəhmət olmasa maksimum şəkildə bəyənək, videomuzu bəyənək, daha sonra paylaşaq, rəy yazaq ki, digər ibtidai miq və sertifikasiyaya hazırlaşan müəllimlərin qarşısına da çıxsın. Onlar da sizlərin köməyi ilə bu linkdən faydalansınlar. Oxunur, ümumiyyətlə necədir? Görünür. Bir dənə zəhmət olmasa yazın. Əla. Ekran görünür. Bəli, qəşəng. Görünürsə nə gözəl. Yaxşı, indi siz səbirli olun. Mən 2 dəqiqəyə. Bəli, çox yaxşı görünür. Nə gözəl. Əla. Siz bəyənin, paylaşın. Mən də ona qədər linkləri burada qruplara atım ki, müəllimlər də faydalansınlar. 2 dəqiqəyə başlayırıq. Əla, super. Görünürsə nə gözəl. Yaxşı müəllimlər, gəlin başlayaq. Bir daha aramıza yeni gələnlər üçün məlumat verim ki, bu tip canlılarımız ibtidai miq və sertifikasiyaya hazırlaşan müəllimlərimizə dəstək məqsədi ilə ödənişsiz şəkildə olan canlılardır. Siz də digər miqə hazırlaşan, eləcə də sertifikasiyaya hazırlaşan müəllimlərə dəstək olmaq istəyirsinizsə, bu canlı yayımı paylaşın, bəyənin, aktiv olun ki, sizlərlə davamlı şəkildə bu tip canlılarımız olsun. Yaxşı müəllimlər, indi gəlin birinci sualın izahına baxaq. Bilirsiniz ki, mən canlıda bütün sualları izah edirəm və eyni zamanda əlavə suallar da verirəm ki, sizlər daha da yaxşı bilmədiyiniz mövzuları təkrar edəsiniz, öyrənəsiniz. Yaxşı, ya Allah, bismillah. Birinci sualdan baxaq müəllimlər. Müəllimə, biraz yaxınlaşdır. Bundan artıq yaxınlaşdırmaq olmur, əzizim. Yaxşı oxunur. Aha. Baxaq birinci suala, müəllimlər. Bütün fikrinizi buna yönəldin. Deyir ki, səncə bu doğrudur ki, oradakılar gəlmə cəmaatı eyni yerdən sürgün edib. Cümləsindəki sifətlərin təhlilinə aiddir. Siz cavabı yazın, daha sonra mən izah edim. Cavabı siz yazın. Elə bilin ki, imtahandasınız. Mən yaxınlaşdırmışam. Bundan artıq yaxınlaşdırmaq olmur. Bir də oxuyuram. Səncə bu doğrudur ki, oradakılar gəlmə cəmaatı eyni yerdən sürgün edib. Sifətlərin təhlilinə aiddir. Birinci sualın cavabı nə olacaq? A variantı yazmısınız. A variantı. 3 nəfər A variantı yazıb. 4 nəfər A variantı. Yaxşı, gəlin baxaq. Müəllimlər, bizdən nəyi soruşur? Sifətlərin təhlilinə aid olanı soruşur. Mənə sifət dediyinə görə mən ismə, saya, zərfə, ümumiyyətlə digər əsas və köməkçi nitq hissələrinə baxmıram. Çünki sualın şərtində məndən sırf sifətə aid olanları soruşur. Gəlin bu cümlədəki sifətləri tapaq. Biri olacaq doğrudur, biri olacaq oradakılar, digəri də olacaq gəlmə. Bu cümlədə nə var? 3 dənə sifət var. Ay müəllim, niyə bu cümlədə yalnız sifətlərə baxdınız? Şərtə diqqət yetirək. Əsasən 10 mayda imtahana gedən Naxçıvan müəllimləri. Diqqətli olun. Suallar asan olacaq. Sadəcə olaraq sizdən diqqət tələb edəcək. Sifət istəyirsə, bizim işimiz sifətləndir. Deməli, sifətlərdən yalnız biri ismin xüsusiyyətini daşıyır.
Baxın, deyir sifətlərdən yalnız biri ismin xüsusiyyətini daşıyır. Gəlin baxaq. Səncə bu doğrudur ki, oradakılar gəlmə cəmaatı eyni yerdən sürgün edib. Oradakılar kim? Oradakılar. Bəli, sifətlərdən yalnız bir ismin xüsusiyyətini daşıyıb. Yəni oradakı sifətdir. Nə edibdir? İsmin xüsusiyyətini daşıyıbdır. Yəni isimləşibdir. Sifətin üzərinə nə gəlibdir? Sifətin üzərinə ismə məxsus olan qrammatik şəkilçi, yəni cəm şəkilçisi gəlib və sifət ismin xüsusiyyətini daşıyıb isimləşibdir. A variantı nə olacaq? Sualımızın düzgün cavabı olacaq. Yaxşı. Nümunədə sadə sifət işlənməyib. Niyə ki? Doğru nədir? Sadə sifətdir də. Amma deyir sadə sifət işlənməyibdir. Doğru sadə sifətdir. B yanlışdır. Bizdən doğrunu soruşur. Nümunədə sadə sifət işlənməyib, işlənib. Doğru sadədir. Sifətlərdən üçü quruluşca düzəltmədir. Xeyr. Ora, oradakı. Bir dənə oradakı sözü düzəltmədir. Bir də gəlmə cəmaat. Gəlmə cəmaat. Buradakı gəlmə nə olacaq? Sifət olacaq. 2 dənə. Bir dəfə olacaq oradakılar sözü, bir dənə də olacaq gəlmə sözü. Cümlədə 3 dənə sifət var. Doğrudur, oradakılar, gəlmə. Bu 3 dənə də sifətdən ikisi quruluşca düzəltmədir. Oradakılarla gəlmə. Yaxşımı? Yaxşı. Bir sualda verim. Gəlmə sözünü 2 müxtəlif formada kök və şəkilçiyə ayıra bilərik. Gəlmə sözünü 2 müxtəlif formada kök və şəkilçiyə ayıra bilərik. Yazın görək. Ayırmaq olar. Gəlmə sözünü 2 müxtəlif formada kök və şəkilçiyə. Bəli, əla, ayırmaq olar. Əgər desə ki, gəlmə cəmaat, bu mənada desə, gəl fiilindən gəlmə sifəti yaranacaq. Bir də deyirəm, Zəhra, bizə gəlmə. Burada da gəl sözün köküdür. Mamə nədir? İnkarlıq şəkilsidir. Biri olacaq düzəltmə, biri olacaq sadə. Qəşəng, super. Deməli, nümunədə sadə sifət işləməyib B variantını dedik. Sifətlərdən üçü quruluşca düzəltmədir. Oradakılarla gəlmə. Yaxşı. Oradakılar sözün kök və şəkilçiyə ayıranda dakı dəkini parçalayırıq, yoxsa bir dənə leksik şəkilçi götürürük? İstəyirəm ki, ümumi təkrar edəm, onun Naxçıvanda imtahandır. Deyin görüm. Salam, salam, xoş gəldiniz. Bəli, dakı dəki parçalanmır müəllimlər. Bir də bax sizə bir şey deyim, yadınızda saxlayın. Dakı dəki yalnız sifətin şəkilsidir ha. Dakı dəki başqa əsas nitq hissələrində yoxdur. Dakı dəki parçalanmır. Bir dənə bütöv leksik şəkilçidir. Və dakı dəki ilə yaranan sifətlər yalnız hansı sualına cavab verir? Yalnız hansı sualına cavab verir? Əgər başlanğıc formadadırsa, yalnız hansı sualına cavab verir? Bax, bu isimləşdi artıq hansı sualını itirdi, getdi kim sualına cavab verdi. C variantında çıxırıq yanlış olduğuna görə. Sifətlərdən ikisi quruluşca sadədir. Xeyr, oradakılarla gəlmə düzəltmədir, doğrudur, sadədir. Yəni biri sadədir, ikisi yox. Sonra E-yə baxırıq. Feildən düzələn sifət cümlənin xəbəridir. Feildən düzələn sifət cümlənin xəbəridir. Bu cümlədə feildən düzələn sifət hansıdır? E variantında. Feildən düzələn sifət hansıdır? Bəli, zərfdən düzəlmişdi oradakılar sözü. Əla. Və bu verilmiş cümlədə feildən düzələn sifət hansıdır? Yazın görüm. Feildən düzələn sifət hansıdır? Gəlmə sözü. Qəşəng. Deyir, feildən düzələn sifət cümlənin xəbəridir. Xəbəri deyil, cəmaatı. Hansı cəmaatı? Gəlmə cəmaatı. Cümlənin təyinidir. Amma bizdə deyir ki, feildən düzələn sifət cümlənin xəbəridir. Xəbəri deyil, cümlənin təyinidir. Yaxşımı? Birinci sualımızın cavabı nə olacaq? Üzr istəyirəm. Birinci sualımızın düzgünü soruşduğuna görə cavab olur A variantı. Bax belə, bu qədər rahat. Məncə hamıya aydın oldu. Buradakı səncə hansı köməkçi nitq hissəsidir? Cümlənin əvvəlində verilən səncə hansı köməkçi nitq hissəsidir?
Cümlənin əvvəlində verilən səncə. Mənim sürgün sözünün kökü nədir? Sürgün isimdir. Sözün kökü sürmək feilidir. Bizə sifət deyir, müəllim. Sürgünü götürə bilmərik. Həm də burada sürgün etməkdir. Bəli. Səncə burada nə olacaq? Olacaq modal söz. Modal söz. Yaxşı. Bir dənə sual verim. Sertifikasiyada qarşınıza çıxa bilər. Baxın. Deyir ki, səncə oxumadı. Burada neçə dənə nitq hissəsi var? Səncə oxumadı. Bu cümlədə neçə dənə nitq hissəsi var? Səncə oxumadı. Neçə dənə nitq hissəsi var burada? Super. 3 dənə, bəli. Sən olacaq əvəzlik. C olacaq sən qədər qoşma. Oxumadı da nə olacaq? Olacaq feil. Burada 3 dənə nitq hissəsi var. Mənə demir köməkçi nitq hissəsi. Köməkçi nitq hissəsi desə bir dənə C-ni götürərik. Məndən ümumilikdə nitq hissələrinin sayını soruşur. Bax, imtahanda düşə bilər müəllimlər, diqqətli olun. Bir də səncə oxumadı. Aha. Bəs yaxşı. Burada bəs vergül olsa. Xoşbəxtəm ki, sizi müdaviməm. Çox sağ olun. Hər zaman Allah sizi yaxşılarla qarşılaşdırsın. Heç zaman peşman olmayasınız. Qəşəng. Səncə oxumadı. Bəs vergül olanda yazmısınız 4 dənə. 4 dənə deyil axı. Səncə vergül varsa əgər, səncə olacaq bir dənə modal söz, oxumadı da olacaq bir dənə fiil, 2 dənə. Yaxşı mı? Bax, bir dəqiqə gözləyim, bizdə sani üzr istəyirəm, otağımı dəyişim, rahat şəkildə yaza bilim deyə. Baxın müəllimlər, əgər səncə və məncədən sonra vergül qoyularsa, o zaman səncə məncə modal sözdür. Əgər vergül qoyularsa, olacaq modal söz. Yox, əgər vergül qoyulmazsa, o zaman əvəzlik üstə gəlinsin qoşmadır. Bax, burada vergül qoyulubdur. Qoyulubsa səncə olacaq nə? Modal söz. Əgər qoyulmasaydı, olardı əvəzli üstə gəlinsin qoşma. Bəli, vergül onda modal söz. Bəli. Vergül varsa bir də deyirəm. Səncə, məncə. Özündən sonra vergül gələndə modal sözdür. Müəllimə, eyni sözü mənə qaranlıq qaldı. Zəhmət olmasa izah verin. Eyni sözünü əvəzlik götürürlər. Əvəzlik. İndiki kitablarda yoxdur, amma əvvəlki kitablarda əvəzlik deyə veriblər. Birinci sual məncə hamıya aydın oldu. Məncə. Keçir ikinci suala. Baxın ikinci suala. Salam müəllimə, necəsiz? Mənəm Məsumə. Xoş gəldin qızım. Sən yaxşı ol, ağıllı qızım. Baxın ikinci suala. İsimləşmə baxımından sifətlərdən biri digərlərindən fərqlənir. Çox qəşəng sualdır. Baxın. Məsumənin hələ 4-cü sinifdə oxuyur. Bizim ailəmizdə bir ibtidai sinif müəllimi var. Müəllimin şagirdidir. Məsumiyə deyirəm ki, biraz böyü, sən bizim canlılardan faydalan inşallah. Ondan sonra artıq Azərbaycan sən heç bir problemin olmayacaq. O da artıq indidən faydalanır, indidən qoşulur. Belə, baxaq. Deyir ki, isimləşmə baxımından sifətlərdən biri digərlərindən fərqlənir. Fərqlənməyi soruşur. Körpəyə baxanda üzü gülürdü. Bax burada, diqqətli olun. Körpəyə baxanda kimə? Körpəyə. Bax burada körpə nədir? Körpə sifətdir. Eləmi? Bax bu isimləşdi. Niyə isimləşdi? Çünki üzərinə nə gəldi? Hal şəkilsi gəldi. Bax bunun isimləşməyinin səbəbi ismə məxsus olan qrammatik şəkilsidir. A gedəcək. Biz evə gedəndə qoca da gedirdi.
Bax, biz evə gedəndə qoca da gedirdi. Kim? Qoca da. Burada qoca sözü sifətdir. Baxın, sifətdir. Eyni zamanda isimləşibdir. Amma bunun isimləşməyinin səbəbi başqadır. Bu ismini itiribdir. İndi buna bir də toxunacağım. Düzgün cavab B-dir. Yaşlılara. Bax, yaşlı sifətdir. Yaşlı sifətdir. Və eyni zamanda isimləşdi. Niyə isimləşdi? Çünki körpə sözü kimi yaşlı sözünün üzərinə hal şəkilsi gəldi. Bax, burada da üzərinə hal gəldik. Rənglərin qaraya çalanını daha çox sevirəm. Qaraya sifətdir. İsimləşdi. İsimləşməsinə səbəb digər sözlərdəki kimi bunun üzərinə hal şəkilsi gəldi. Deyə də gedəcək. Az da olsa yaxşılıq yaxşıya yol açar. Yaxşı sifətdir, isimləşdi. Bunun da isimləşməyinə səbəb üzərində ismə məxsus olan qrammatik şəkilçinin olmağıdır. İndi gəlin bunu silək. Bir dəfə nəyi təkrar edək? Sifətin isimləşmə prosesini. Sifət nə zaman isimləşir? Sifət ismə məxsus ya qrammatik şəkilçi qəbul etməlidir, ya da ki sifət ismini itirməlidir. İsmini itirməlidir. Bu qədər rahat. İndi körpəyə, yaşlılara, qaraya, yaxşıya. Hamısının isimləşmə səbəbi nə oldu? Hamısında gördük ki, sifət ismə məxsus olan qrammatik şəkilçini qəbul edir. Amma burada fərqlidir. İkinci varianta baxın, sifət ismini itirir. Burada artıq nə edir? Sifət ismini itirir və isimləşir. Yəni, isimləşmə baxımından sifətlərdən biri fərqlənir. Təbii ki, cavab olur B variantı. Digərləri ismə məxsus olan qrammatik şəkilçini qəbul edir. Amma bu ismini itirir. Axı, 2 dənə yol var idi sifətin isimləşməyində. Hamısı birinci yolu seçib, amma B variantı ikinci yolu. Aydın oldu müəllimlər, cavab B. Amanın günüdür ki, imtahanda belə sual düşər, yazmayasınız. Super gününüz olsun. Hamıya aydın oldu, hamı başa düşdü bu sualı. Yaxşı, başqa bir sual da verim. Sifət demişkən, ürəyimiz doludur sifətlə bağlı. Yaxşı, sertifikasiya gedən müəllimlər. Qəşəng. Sertifikasiya gedən müəllimlər. Dəmir, qızıl, gümüş, saxsı, yun, pambıq, taxta. Bunlar hansı nitq hissəsidir? Sertifikasiya gedənlər. Dəmir, yun, taxta, gümüş, saxsı, qızıl, əla, isimdir, super, əhsən, isimdir, bəli, material bildirir, super, bəli, əhsən sizə, hamınız gedib 50 plus toplayacaqsınız. Material bildirənlər nə olacaq? Təbii ki, isim olacaq. Bu qədər rahat, super, əla. Yaxşı, növbəti sualı da verim. Bəs yaxşı müəllimlər, deyin görüm, əgər bir sifət isimləşirsə, dərəcə əlamətini qoruyub saxlayır, yoxsa da dərəcələnə bilmir. Məsələn, hansısa bir sifət isimləşdi, dərəcəyə görə dəyişir, yoxsa dərəcə əlamətini də itirir. Bu suala düzgün cavab yazan olsa əhsən. İtirmir. İtirir yazanlar. İtirir yazanlar. Saxlayır qıpqırmızılar. Bu 100% bizim müdavimimizdir. Ya da izləyicimizdir. Dəfələrlə demişim. Qoruyub saxlayır, bəli. Meyvələrin qıpqırmızılarını mənə ver. Day, belə izahla 20 yazmasam özümü asam gərək. Uzaq olsun, yox asmayın. Bəli, qoruyub saxlayır. Bəli. Bax, məsələn, meyvələrin qıpqırmızılarını, mənə ver. Neynədir? İsimləşdi. Amma dərəcə əlamətini qoruyub saxladı. Yenə də nədir? Çoxaltma dərəcəsindədir. Aydın oldu? Saxlayır sizin müdavim. Əla. Dəfələrlə demişəm. Bəli. Miqçilərimiz buradan deyir. Bəli, dəfələrlə demişəm. Bunların hamısını. Əhsən. Super. Ay, bura çoxaltma dərəcəsi yazmışam. Elə gəlin çox sözünə də bir dənə toxunaq. Ötən dəfə bir
Müəllim yazıb 3-4 ayın söhbətidir. Deyir Zəhra müəllim, mən əyani hazırlığınıza qoşulmaq istəyirəm sizin. Mən də həqiqətən yayda evdə olmuruq. Məktəb bağlantısa gedirik, bir də sentyabrda gəlirik. Hə, dedim ki, müəllim, yox, mən əyani hazırlıq götürmürəm, burada olmadığıma görə də. Qadına etiraf eləyə bilmədim ki, bəlkə də canlımızdadır. Deyəsən Gültəkin müəllim idi, Aytəkin müəllim idi. Qadına etiraf eləyə bilmədim ki, müəllim, mən sizi əyani dərsə qoşsam, gərək sizi bir gün axşama bizdə saxlayam. Siz gərək evə getməyəsiniz ya da bizim qonşuluqda falan olasınız. Nə çox görürəm, fikirləşirəm çoxla bağlı sual verim. Düzəltmə görürəm, fikirləşirəm düzəltməklə bağlı sual verim. Nə görürəmsə istəyirəm ondan danışam. Yaxşı, çox sözü neçə dənə müxtəlif nitq hissəsi ola bilər? Çox demişkən, çox sözü neçə müxtəlif nitq hissəsi ola bilər? Çox sözü neçə dənə müxtəlif nitq hissəsi ola bilər? Əla, 3 dənə. Çox adam say kimi, çox danışdı zərf kimi, çox gözəl ədat kimi. Əla. Bəli. İsim yox, çox ismi yoxdur axı dilimizdə. Say kimi, zərf kimi, bir də ədat kimi. İsim kimi belə olur. Çoxluq, azlıq. Bu isimdir. Hə, bu isimdir. Azlıq, çoxluq. Bunlar isimdir. Qəşəng, super. Yaxşı. Say əsasən hansı cümlə üzvü olur? Sayla sifət. Əsasən hansı cümlə üzvü olur? Əsasən hansı cümlə? Bax, kimsə yazır tamamlıq. Bax, yenə deyirəm, müəllimlər, mən bunu dərslərdə belə nümunə gətirmişəm. Sizi yormaq kimi olmasın, sadəcə yenə deyirəm. Ona görə bir sualın üzərində dəqiqələrlə dayanıram ki, 10 mayda Naxçıvanda imtahan var. Bu qrupda indi məni dinləyənlərdən ödənişsiz müdavimlər də var. İstəyirəm onlar təkrar eləsinlər bir dəfə. Onun üçün belə uzun-uzun danışıram. Baxın, mən həmişə ödənişli dərslərdə belə deyirəm. Deyirəm ki, say əsasən hansı nitq hissəsi olur? Üzr istəyirəm. Sayla sifət əsasən hansı cümlə üzvü olur? Müdavim deyir ki, müəllim, mübtəda da olur, tamamlıq da olur, təyin də olur. Mən onlara belə izah edirəm. Bax, mənim ixtisasım Azərbaycan dili və ədəbiyyatdır. Siz mənim əsasən hansı izahımı görmüsünüz? Əsasən Azərbaycan dili izahımı görmüsünüz. Mən ədəbiyyat keçirəm, ədəbiyyat da keçirəm. Amma məni əsasən necə tanıyırsınız? Azərbaycan dili müəllimi kimi. İndi baxın, sayla sifət ki var, sayla sifət. Gəlib tamamlıq da ola bilir, mübtəda da ola bilir. Amma əsasən sözünü imtahanda mənim bu dediyimlə əlaqələndirin. Əsasən təyin olur. Əsasən. Başa düşdünüz? Bax, mən bu loru izahımla yadda saxlayın. Mən həmişə belə deyirəm. Deyirəm ki, mənim adım çəkiləndə heç kimin ağlına ədəbiyyat gəlmir. Çünki mən ədəbiyyat izahı yükləmirəm. Mənim adım çəkiləndə hamımızın ağlına Azərbaycan dili gəlir. Zəhra müəllim əsasən Azərbaycan dili dərsi keçir. Ədəbiyyat da keçə bilirəm. Əsasəni soruşur, əsasəni. Yəni, sifətlə sayda əsasən təyin olur. Day gedib orada mübtəda, tamamlıq yazsanız, mənim evimi yıxdınız. Yaxşımı? Mübtəda və tamamlıq ola bilir. Desək ki, say və sifət cümlə üzvü kimi yalnız təyin olur. Hə, bu fikir yanlışdır. Ax, təyin olmur. Mübtəda da olur, tamamlıq da olur, xəbər də olur. Əsasən sözünə fikir verin. Aydın oldu. Bu izahdan sonra niyə aydın olmasın? Aydın oldu, deyin görüm. Aydın olmasa əl çəkməyəcəm. Bu gecə səhərə danışacağım. Super. Yəni, əsasən sözü sizi çaşdırmaz. Və bir nəfər tamamlıq yazmışdı. Bir balımız getdi. Super. Əla. Yaxşı, bunun cavabını bildik. Keçdik 3-ə. 3-ə baxın. Deyir, sıra saylarına aid deyil. Özünüz oxuyun, mən oxumuram. O mən dedim, peşman oldum. Bizim hansı müəllimimizsiniz siz? Paşalı Təbriz adı ilə yazan. Belə. Baxın, görək. Baxın bu suala. Görək vəziyyət necədir?
Güşən müəllim. Güşən müəllim hansı müəllimdir? Lerikdən olan yəqin Güşən müəllim. İnciməyin müəllim məndən, çünki müdavim çoxdur, yadda saxlaya bilmirəm adları. Ya Allah, getdik. Yaxşı, getdik izaha. Sıra saylarına aid deyil. Quruluqca yalnız düzəltmə və mürəkkəb olur. A variantında heç birimiz çaşa bilmərik. Çünki sıra saylarının yaranması üçün ıncı üstü 4 leksik şəkilçisindən istifadə olunur. Yəni, əgər biz bir dənə kökün üzərinə artırsaq 5 inci, bu zaman bir kökü artırdıq, incini oldu düzəltmə say. 2 kökü artırsaq 10, 5-inci. Bu mürəkkəb idi, mürəkkəb də olaraq qaldı. Bəli, düzəltmə və mürəkkəb olur. Sadə ola bilməz. Çünki sıra sayının yaranması üçün ıncı üstü 4 leksik şəkilsi lazımdır. Getdi. A variantı düzgündür. B-yə baxırıq. İsmi xüsusiyyətlərini daşıya bilir. Bəli, elə ən çox isimləşən say sıra sayıdır. Bəli, 5-incilər. Əlbəttə, 5-incilərimiz 5-incilərdən doğrudur. Saydan düzəlməyə də bilər. Bəli, əvvəlinci, axırıncı, sonuncu doğrudur. Saydan düzəlməyə də bilər. Adətən özündən sonra gələn zaman məzmunlu sözlərlə bir yerdə bir cümlə üzvü olur. Bəli. Məsələn, deyirəm 90-cı illər. Bəli, demək olar. Bir yerdə təhlil olunacaq. Sıra saylarından sonra gələn isimlə cəm şəklisi qəbul edə bilmir. Niyə ki? Cəmdə də ola bilir, təkdə də ola bilir. 5-ci sinif də deyə bilirəm, 5-ci siniflər də deyə bilirəm. Sualımızın düzgün cavabı olur E variantı. Yaxşı mı? Məncə də hamıya aydın oldu. Aid deyil deyir. Yazıb qəbul edə bilmir. Niyə ki? Bilir. Cavab E-dir. Cəmdə gələ bilər, tək də gələ bilər. Yaxşı. Sayla bağlı görüm qarşımıza nə kimi sual çıxa bilər. Yaxşı. Sayın mənaca neçə növü var? Sayın mənaca neçə növü var? Mənim mələk müəlliməm. Çox sağ olun. Amma dərsdə arada şeytan oluram. Aha. Deyin görüm. Sayın mənaca neçə növ var? 2. Əhsən. Nə yaxşı ki, bax 3 yazdılar. Biri 3 yazdı. 2. Bəli. Miqdar sayları. Miqdar sayları. Bir də sıra sayları. Qəşəng. Mənaca 2 növ var. Bəs miqdar saylarının neçə növü var? Bəs miqdar saylarının neçə növü var? Bəs miqdar saylarının neçə növü var? Miqdar 3. Müəyyən miqdar. Qeyri-müəyyən miqdar. Bir də kəsir. Baxın. Əgər sayın mənaca növünü desə, bax təkrar edirik. Sayın mənaca növünü desə 2 dənədir. Miqdar sayları, sıra sayları. Amma və lakin bizdən miqdar saylarını soruşsa, müəyyən miqdar, qeyri-müəyyən miqdar kəsir. Yaxşı. Sayın hansı məna növüdür ki, yalnız mürəkkəb olur? Yalnız mürəkkəb. Sayın hansı məna növüdür ki, yalnız mürəkkəb olur? Əla. Bəli, kəsir sayları yalnız mürəkkəb olur. Super. Yaxşı. Sayın hansı məna növüdür ki, quruluqca 3 cür olur? Sadə, düzəltmə, mürəkkəb. Sayın hansı məna növüydü? Şərqiyə mənim, səhv yazmayın. Sayın hansı məna növüydü? Quruluqca 3 cür olurdu. Sadə, düzəltmə, mürəkkəb. Miqdar yazıblar. Qeyri-müəyyən miqdar. Bəli, qeyri-müəyyən miqdar sayları. Çox. Sadə, çoxlu. Düzəltmə, bir çox. Mürəkkəb. Bəli, quruluqca 3 cür olur. Qeyri-müəyyən miqdar sayları. Super. Yaxşı. Sayın hansı məna növüdür ki, sifət kimi hansı sualına da cavab verə bilir? Sayın hansı məna növüydü?
Təkrar edirəm, ay sizlə onu imtahana gedənlər. 103 nəfər var canlıda. Bəyənin canlını, paylaşın. Bütün Naxçıvanlıları bugün bu canlıya cəlb edin. Ödənişsiz dərsdir. İşimi gücümü atıb, bax bugün səhərdən sual hazırlayıram. Sizdən çox mən həyəcanlıyam. Bəli, sayın hansı məna növüdür ki, yalnız hansı sualına cavab verir? Sıra sayıları. Sıra sayıları, miqdar yazanlar. Miqdar yox, yalnız sıra sayı. Sıra sayı sifət kimi hansı sualına da cavab verə bilir. Qəşəng sıra sayı. Bəli, sıra sayı sifət kimi hansı sualına da cavab verə bilir. Əla. Qəşəng. Yaxşı, sayla davam edək. Dedik ki, sayda əsasən nə olur? Təyin funksiyasında olur. Yaxşı. Birlik hansı nitq hissəsidir? Birlik hansı nitq hissəsidir? Birlik. İsim, bəli. Azlıq. Çoxluq. Birlik. Bunlar nə olacaq? İsim olacaq. Doğrudur. Bunlar isimdir. Qarışdırın. Bax, sertifikasiyada qabağınıza çıxa bilər. İnşallah sertifikasiya bitsin. MİQ üçün də super canlılar açacağım. Normal, yəni əsr qəbul tipli MİQ suallar əsasında. Bəli. Məncə də aydın oldu. Yaxşı, keçək növbəti suala. Zəhmət olmasa canlını bəyənin. Bəli, canlını bəyənin, paylaşın. Bugün bütün Naxçıvan müəllimlərin bu canlıda görək. Görüm müəllimlərimiz, Naxçıvanlı müəllimlər. Bugün canlımızı qaldırın 200-ə, 300-ə, az qalıb imtahana. Bütün Naxçıvan müəllimləri imtahandan uğurla keçməlidir. Sonra bölgələr, Bakı, sertifikasiya müəllimləri. Yox, yalnız ədat olmur. Say üstə gəl ədat da olur, yalnız ədat da olur. Toxunacam ona da. Getdik. Baxın bu sözə. Əla. Yallah, getdik. Yoluxdurulmuş sözünün təhlilinə aiddir. Sözün kökü nə olacaq? Yol. Ay müəllim, nə danışırsınız? Bəli, sözün kökü yoldur. Dəfələrlə demişəm, yolla yoluxursan bax. Naxçıvandan MİQ-çimiz yazdı. Demişəm, dəfələrlə qruplarında demişəm. Sentyabr qrupundan öz müdavimimiz yazdı. Bəli, sentyabr qrupundan Ramik müəllim yazdı. Əla. Yol ismindən super. Yoluxmaq feili. Yoluxmaqdan yoluxdurmaq. Yoluxdurmaqdan yoluxdurulmaq. Üçü də leksikdir. Muş da nədir? Qrammatikdir. Yoluxdurulmuş. Kök, leksik, 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 qrammatik. Cavab olur A variantı. Aydın oldu. Sözün kökü yoldur. Hansısa bir yolla yoluxuruq. Bunun təhlili dərsdə olub. Bəli, bəli, dəfələrlə demişəm Günay müəllim dərsdə. Yaxşı. Yaxşı. Deyin görüm. Yoluxmaq sözünü amonim götürə bilərik. Yoluxmaq sözünü götürə bilərik amonim. Bəli, 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 bəli. Mən getdim, qohumlarımı yoluxdum. Bəli. Sizin müdavimlər də sizin kimi superdir. Çox sağ olun, var olun. Bəli, bax demişəm, bəli, bat çəkmək, super, əla, super. Bəli, mən getdim, qohumlarımı yoluxdum. Bir də yoluxmaq, xəstəliyə yoluxmaq, əla. Sizdən yoxdur. Bəli, bəli, bəli. Keçirik qəşəng sual tipinə. Baxın. Da gəlin bu suala. Qohumu yoluxdum, necə olur? Yəqin zarafat üçün deyirsiniz. Qohumları yoluxmursunuz siz.
Yəqin imtahanınıza az qalıb. Heç kim yada düşmür bu dəqiqə. Baxın, baxın. Başımı qatmayın. Qəşəng sualdır. Hansı cümlədə bitişdirici samit qəbul edən sözdə bitişdirici samit özünə aid olmayan funksiyadadır? Dəfələrlə demişəm. Müəllimə bir sual izahında bir neçə mövzunu inteqrasiya edir. Bəli, çənəm tökülməsin. Neyniyim mən yazıq? Getdik. Bitişdirici samitlər hansılardır? Hamı B yazıb. Sizin xətrinizə cavab olaraq B götürdüm. Day sizsiz. İndi keçin, bitişdirici samitləri deyin. Yığınız. Qəşəng. Yığınız, bəli. Gəlin baxaq. İndi mövzumuza baxaq. Bitişdirici samitlər hansılardır? Yığınız samitləridir. Bitişdirici samitin funksiyası nədir? İki saiti birləşdirir. İki saiti birləşdirir. İndi deyir ki, hansı cümlədə bitişdirici samit qəbul edən sözdə bitişdirici samit özünə aid olmayan funksiyadadır. Onun funksiyası nə idi? İki saiti birləşdirmək. Bu dəfə nə etməlidir? Bir saitlə dəfələrlə izah etmişəm. TikTokda da demişəm, YouTube'da da demişəm. Bir samiti birləşdirməlidir. Gəlin də baxaq. Akif, ondan nə xəbər var görəsən? Hə, deməli burada o sözün bütöv özüdür, əvəzlikdir, şəxs əvəzlidir. Dan isə burada çıxışlı halın şəkilsidir. Oyla D-nı birləşdirməkdən ötürü bir saitlə bir samiti birləşdirməkdən ötürü N bitişdiricidən istifadə olunubdur. Bax, belə özünə məxsus olmayan xüsusiyyəti. Baxın, tələyə sözündə bax, iki dənə saiti birləşdiribdir. Ananı sözündə A-ı iki dənə saiti birləşdiribdir. Başa düşdünüzmü? Oxuması sözündə A-ı iki dənə saiti birləşdiribdir. Babası gil A-ı iki dənə saiti birləşdirib. Hamısında iki saiti birləşdirib. Amma B variantında bir dənə saitlə bir samiti birləşdirib. Burada artıq bitişdirici samit yolun azıbdır. Özünə məxsus olmayan xüsusiyyəti yerinə yetiribdir. Ondan bu sözü izah edib. Bəli, hamısını izah eləmişəm. Sizin xəbəriniz olmadan mən sizlərə nə testlər işlətmişəm. Dünənləri 8 dənə test bankını götürmüşəm qucağıma. İnanın ki, otaqdan otağa keçirəm. Deyirəm ki, bunların hamısını ibtidailəri işlətdim. Amma heç birinin ruhu duymayıbdım. Yəni, mənim müdavimlərimin yanında desələr ki, ödənişli qrupların ki, filan testi işləmişsiniz, təlatimə düşəcəklər. Filan kəs işləyib, mən işləməmişəm. Amma halbuki hamısının için işləyiblər. MHŞ-mi bitiriblər, Natiq Vahidovun ibtidai sinif müəllimləri üçün bitiriblər, Natiq Vahidovun filoloqlar üçün olanı bitiriblər, MHŞ-min həm filoloqların bitiriblər, həm ibtidailərin bitiriblər. Dimlə güvəni heç onlara yaxın qoymamışam. Ən samballı kitabları bitiriblər. Sonra da yazırlar, ay müəllim, biz bunları bilirik. Dərsi qaçırmında nə biləm, həyat bitir. Biz sizə güvənlik, çox sağ olun. Bunu məncə hamı başa düşdü. Bu sualı qabağınıza çıxsa yazın. Getdik. Arada suallar da verəcəm, ha. Canlıda qalın axıra qədər. Əla gününüz olsun. Müəllimə can, bu istisna adlanır. Yox, o istisna deyil müəllim. Sadəcə özünə məxsus olmayan xüsusiyyətdir. Testlərdə verirlər. Hə, getdik. Kökü isimlə amonim olan düzəltmə sözü işləmiş cümləni müəyyən edin. D variantı yazanlar. D variantı yazanlar. D variantı yazanlar 100% bu bizi sözünə görə yazmısınız. Düzəltmə söz istəyir. Bir sözü sadə sözdür. Bax, görürsünüz, imtahanda belə eləsəz, getdi. Getdi, imtahanda da belə eləsəz. Getdilər, bizi sözünü götürdülər. Bilirəm, Ramik müəllim biləməzsin. Bilirəm ki, gedib bizi sözünü görüblər. Sıxıntılarımız.
Sıxıntılarımızı nə edirsiniz ki? Sıxıntılarınız sözünün kökü sıx isimdir ki. Axşamınız xeyir Zəhra xanım. Necə? Çox sağ olun əzizim. Siz necəsiz? Yeriniz görünürdü. Gələn kimi düz cavab yazdınız. Özünüz kimi canlı da çox gözəldir. Sağ ol qızım, təşəkkür edirəm. Yaxşı, gəlin bura, gəlin. Qatdınız 2 dəqiqə təriflədim, aləmi qatdınız bir-birinə. Deyir ki, kökü isimlə amonim olan düzəltmə söz işlənmiş cümləni seçin. Tülkünün hiləgərliyi dillərə dastan olub. Tülkünün hiləgərliyi dillərə dastan olub. Burada heç nə yoxdur. Yüzdə qalan düzdə qalar. Düzdə sözün götürməyin. Çünki düzdə sözün kökü düz ismidir. C də gedir. Sizin bu sıxıntılarınız bizi öldürəcək. Düzəltmə söz deyir, biz gedəcək. Siz gedəcək. Bu gedəcək. Öldürəcək sözün kökü öldü. Ölmək də feildir. İsim kimi işlənə bilmir. Sıxıntılarınız sözünün kökü sıx feilidir. Bu sıx sifəti kimi işlənir. İsim kimi işlənə bilmir. Qızcığaz kuklalarını önünə töküb başını qatırdı. Qızcığaz burada sözün kökü qız ismidir. Bu qız feili kimi ola bilər. Kukla heç nə yoxdur. Ön heç nə yoxdur. Tökdə heç nə yoxdur. Baş sözü amonim deyil. Qatırdı sözündə də qatırdı sözü sadə sözdür. Gedəcək. Şərtə baxın da. Kök isim olmasın ha. Kök isimlə amonim olsun. Eyni zamanda düzəltmə söz. Ətrafın atmacaları onu məqsədindən döndərmədi. Atmaca. Maca. Aha, düzəltmə sözü tapdıq. Şərtin biri hazırdır. Sözün kökü nədir? Atmaq feilidir. Nəylə amonimdir? İsimlə amonimdir. Sualımızın düzgün cavabı nə olacaq? Olacaq B variantı. Düzəltməyə fikir verməmişim. Yox, niyə fikir verirsiniz ki? Fikir verməyin. Bir dənə tam söhbətinə görə balınız getsin. Bizdə ötən il bir müəllim var idi. Nə əziyyətlə hazırlaşırdı. Gecə səhərə qədər yuxusuz qalırdı. Zülmlə, zillətlə. Gəldi 89 neçə balla düşə bilmədi. Sabirabadda işləyirdi, səhv etmirəmsə. Deyəsən Sabirabadda işləyirdi. MİQ-ə girmişdi ki, Bakıya düşsün, getsin. Maca deyə şəkilçimiz var ki, Nigar müəllim yoxdur. Tapmaca, niyə yoxdur? Izdır da var, maca da var, da var. Yor da var. Niyə yoxdur? Boksyor, milyoner, tapmaca, atmaca, yatızdırmaq, çimizdirmək, qumsal. Hamısı var. 89 neçə balından düşə bilmədi. Tam söhbətinə görə o müəllim düşdü Bakıya, bu müəllim qaldı yerdə. Diqqətli olun, bütün sualları dənə-bədənə baxın. Bax, variantların hamısına bir-bir baxın. Yaxşı mı? Kökü isimlə amonim olsun, kök isim olmasın. Kökü isimlə amonim olsun. Kök isim olmasın. Sonra və düzəltmə sözü olsun. Bax belə. Məncə də hamıya aydın oldu bu sual. Belə izah yoxdur, möhtəşəm. Çox sağ olun, müəllim, var olun. Atmaca həm də amonimdir. Necə olur amonim, Sərvər müəllim? Amma siz amonim deyirsiniz, amonimdir. Gəlin, baxın. Cəmdə olan ismin feilə aid olduğu cümləni seçin. Qəşəng sualdır. Çox maraqlı sualdır. C yazdılar. Yazın. Cəmdə olan isim C variantında hardadır? Çox sağ olun, gözəl müəllimə. Siz də sağ olun. Yazdılar. E'də də insanların istəmir demək olmur. Yenə C yazdılar. C'də cəmdə olan isim hardadır? Mən bəlkə görmürəm. Mən C'yə baxıram, axı burada cəmdə olan isim görmürəm. Ay C yazanlar. B yazanlar. Dərdlərinin dərmanını, dərdlərinin axtar. Nə gözəl cümlədir. D yazanlar, B yazanlar.
Düzgün cavab D-dir. D. Düzgün D-dir. Düzgün D-dir. Dərdlərinin, bəli, dərdlərinin axtar. Belə cümlə olar. İnsanlar, insanların istəmir olmur axı. Ay maşallah, bəli, Səbinə müəllim yazdı vəsaitlərinin sözü. Bu qədər rahat. Görürsünüz adam necə çaşdırırlar. Əla. Super, getdik. Cəmdə olan ismin feilə aid olduğu cümləni seçin. Cəmdə olan söz demir. Cəmdə olan isim deyir, isim. Yuxarıları zərfdir. Getdi. Məndən isim soruşur. Zərfi çıxırıq variantlardan. Dərdlərinin dərmanını elə dərdinin içində axtar. Dərmanını axtar. Dərmanını sözü feilə aiddir. Dərdlərinin axtar demir. Dərdlərinin axtar demir ki, dərmanını axtar deyir. B variantında dərdlərinin sözü cəmdə olan isimdir. Amma feilə aid deyil. Mən niyə qışqıra danışıram? Amma feilə aid deyil. Çıxın B variantına. Qovun getsin. Kəndin qocalarını. Allah qorusun bu qocaları. Amma qoca sifətdir. Məndən isim soruşur. C də gedir. İnsanların çoxu, insanların cəmdədir. Amma insanların çoxu hələ də tutduğunu buraxmaq istəmir. İnsanların istəmir yox. İnsanların çoxu. Getdi. E variantda getdi. Kursun qoçaqları. Bax, bu qoçaq sözün bizə veriblər ki, biz burada çaşaq. Qalaq variant arasında gedək qocadan filan yapışaq. Bax, birinci bunu veriblər bizə. Bizi çaşdırmaqdan ötürü. Biz bunu neyinirik? Bu sifətdir. Vəsaitlərini. Vəsait sözü isimdir. Eyni zamanda cəmdədir. Vəsaitlərini əldə etdilər. Nəyə aiddir? Feilə aiddir. Cavab D. Necə sualdır? Bəli, cümləni tam oxumaq lazımdır. Testi bir-bir oxumaq lazımdır. Çaşdırdı da, hə, çaşdırsın. Əla. Yazmışam necə sual Şərqə müəllim yazıb pis. Çox qəşəng sualdır. Əla. Müəllimlər, çalışın ki, hər sualdan qazancınız olsun. Başa düşürsünüz? Hər sualdan qazancınız. Baxın, mən universiteti bitirəndən 2019-dan bu yana işləyirəm. Yəni, universiteti bitirəndən 5 il sonra cəmaat ora, bura çalışır, vuruşur. Mən universiteti bitirən ildə, mən bu günə qədər işləyirəm, şükür olsun yaradana. Mənim, məsələn, bu günləri testologiyanı normal şəkildə, demirəm ki, əla yox, normal şəkildə bilməyimin səbəbi, mən testlərə çox yüklənirdim. Yəni, mən fikirləşirdim ki, bu gün 10 dənə test işlədim. Mənim 10 dənə düzüm çıxdısa, mən bu gün heç nə qazanmadım. Mənim bu gün qazancım olmadı. Test ona deyirəm ki, onun üzərində nəsə öyrənəsiniz. Fikirləşin, gedirsiniz hazırlığa, uzaq yol gedirsiniz, nə bilim, çətinliklərlə gedib çatırsınız və müəllim sizə eyni şeylərdən danışır. İsim buradan gəldi, sifət buradan getdi, say buradan getdi. Qaydanda deyirsiniz ki, hey, elə bilsəydim onun yerinə oturub evdə 10 dənə test işləyərdim. Nə qazandı seçmə? Bir də var deyirsən ki, yaxşı ki getdim, bu gün müəllim bir də əsas mövzu keçdi. Çətin testdən qazancınız olur. Bəli, mən həmişə müdavimlərə deyirəm sizin burada mənə 100% nəticəniz lazım deyil. Burada səhv eləyin. Amma səhvlərdən nəticə çıxardım. Testi bir-bir, variant və variant işləyin. Mən bu testi bura birdən-birə yığmıram ki, mən də bu testi kitabları tökürəm qarşıma 8-10 kitabı. Onların içərisindən güclə 20 dənə sual çıxardıram. Hamısının bir-bir variantlarını təhlil edirəm. Bax belə, kursun qoçaqları hədiyyə vəsaitlərini bu gün əldə etdilər. Vəsaitlərini əldə elədilər. Cəmdə olan isimdir və feilə də aiddir. Bu qədər rahat. Cavab olur D variantı və bir dənə qazancımız oldu. Tevsi adını bilməmişəm. Bunlar bizə düşməz müəllimə. Niyə düşmür ki? Burada nə var ki düşməyə? İsim feilə aid olsun da. Qeyri-adi mövzu deyil ki. 4-cü sinifdə, 3-cü sinifdə isim keçirsiniz. İndi ibtidai sinif müəllimlərisidir. Mən ibtidainin proqramın şagirdlərə indi bilməm neçən sinifdə nə düşür. Heç nə yadımda qalmır. Bəli, beyniniz ancaq onu kodlayın ki, heç nə yadımda qalmır. Beyin də onu icra eləsin imtahanda. Yaxşı düşünün.
Keçdik bu suala. Keçdik. Bəli, səhvlərdən nəticə çıxarın. Keçdik buna. Hal şəkilsi qəbul etmiş düzəltmə say hansı cümlədə işlənmişdir? 2 dənə şərti var. Hal şəkilsi qəbul etsin və düzəltmə olsun. Asan sualı bunu ürəyinə yazdılar. B variantı. Bəli, bu qədər rahat. Hal şəklisi qəbul edib. Məktəbin birincisi mən subyekt qəbul edibdi. Gedəcək. Birinci gün iclasımız oldu. Heç burada haldan əlamət yoxdur. Bir çoxları mürəkkəbdir. Hər birimiz əvəzlikdir. Vətəni qorumağa borcluyuq. Getdi. Bizə nə deyir? Say olsun, hal şəklisi qəbul etsin. İndi növbə birincilərindir. Bir, inci. Düzəltmə sözdür. Üzərində nə var? İn var. Nəyin şəkilsidir? Yəlik. Bəli, çox asan. Cavab B. Sertifikasiya səviyyəli asan sualı idi. Hal şəklisi qəbul etmiş düzəltmə sayı soruşur bizdən. Düzəltmə sayı. Və gedib digərlərinə baxmayın. Yaxşı. Bir çox sayı ilə şirin-şirin sifətinin oxşar xüsusiyyəti kimi nə verə bilərik? Euler-Venn diaqramını verib və deyir ortada qeyd edin. Eşək, Sevda müəllimə əhsən. Sizi arada danlayıram Sevda müəllim, amma yox, danlamağa dəyərmiş. Super. Əla. Hər ikisi həm mürəkkəbdir, həm də hər ikisi özündən sonra hökmən nə edir? Cəmdə olan isim tələb edir. Bu qədər rahat. Bir çox sayından da sonra cəmdə olan isim gəlir. Şirin-şirin sifətindən də sonra cəmdə olan isim gəlir. Hökmən cəmdə olan gəlmədi. Cəmdə olan gəlməsə ədəbi dilin hansı normasını pozacaq? Əgər cəmdə olan gəlməsə ədəbi dilin hansı norması pozulacaq? Özündən sonra cəm gəlmədi. Tutaq ki, bir çox adam yazdı. Ədəbi dilin hansı norması pozuldu? Qrammatik. Əhsən sizə. Super. Super. Bəli, ədəbi dilin qrammatik norması pozuldu. Əhsən. Qəşəng. Bəli. Əla. Bu da maraqlı sualdır. Buna da baxın. Alışmaq sözünün leksik təhlilinə aid deyil. Diqqətli olun. Alışmaq sözünün leksik təhlilinə aid deyil. A variantı yazmışsınız. Aha. Deməli, sinonimi var. Bəli. Alışmaq, yanmaq. Bəli. Sinonimi var. Ümmüşlək sözdür. Bəli. Mənası hamı tərəfindən başa düşülür. Leksik mənası var. Bəli. Feildir. Əsas nitq hissəsidir. Həm leksik, həm qrammatik mənası var. Antonimi var. Alışmaq, sönmək. Yəni yanmaq, sönmək. Bəli. Amonimi yoxdur. Və səhv budur. Amonimi var. Niyə yoxdur ki? Alışmaq. Mən deyirsiniz ki, biz Zəhra müəllimin dərslərinə alışdıq. Yəni öyrəşdik. Öyrəşdik. Vərdiş elədik. Bir də alışmaq, yanmaq. Amonimdir. Amma burada deyir amonimi yoxdur. Bəli, bəli, əla. İsmail Yusifov adını yazan. Super. Bəli, amonimdir. Yaxşı, bir dənə sual verirəm. Daha yazmayın. İndi sual verirəm. Yaxşı, burada A variantı burada yazıbdır ki, tutaq ki,
E variantı. F variantında belə bir variant var. Aid deyil. Ahəng qanununa tabi deyil. Bunu götürə bilərik. Salam, salam. Bunu götürə bilərik. Ay Ramil müəllim, işin en gözəl belə deyim, özəyini siz dediniz. Səminə müəllim də dedi. Mənim bu müdavimlərindən çəkdiyim nədir? Sizə daha hər şey öyrətməyəcəm. Qaçdılar dedilər. Bəli. İndi məsələn kimsə deyər ki, ay müəllim, alışmaq sözü ahəng qanununa tabedir də. Amma bizə deyir, aid deyil. Ahəng qanununa tabe deyil. Biz niyə F-i götürmədik? Ona görə götürmədik ki, baxın, bizdən müəllimlər diqqətli olun. Bizdən leksik təhlil deyəndə biz antonim, sinonim, amonim, çox mənalı sözlər, sonra deməli terminlər, sonra ümmüşlək olan, ümmüşlək olmayan sözlərə baxırıq. Bax, mənə leksik təhlil deyəndə mən buna baxıram. Mənə ahəng qanunu desə, heca desə, vurğu desə, lap onu da burada F variantında başqa bir səhv fikir yazsa, mən yenə də onu götürmürəm. Çünki məndən leksik təhlili soruşur. Aydın oldu. Başa düşdünüz bunu. Mən daha onu götürmürəm. Fonetik təhlil deyəndə fonetik təhlilə baxıram. Məndən leksik təhlili soruşur. Məncə də hamıya aydın oldu. Leksikada öyrəndiyimiz mövzular. Bəli, əla, super. Canlını bəyənib. Görək neçə nəfər bəyənib. 103 nəfər var, 70 nəfər bəyənibdir. 33 nəfər. Tık eləyin, canlımıza gəlin. Tık eləyin. Tez gedin bəyənin, 70 nəfərdə qalıbdır. Ay mənim link atası, sonra çıxmalıyım. İnşallah ki atarım. Anatomi. Canlını bəyənin. Bəyənin, paylaşın ki canlımız daha uzun olsun. İki nəfər bəyəndi, 2 nəfər. Özün zəhmətə verdim. Yaxşı, bunu da bildik. Bir başqa sualımız var. Var. Əla. Gəlin buna. Bu asan sualdır. Sertifikasiya səviyyəli. Amma bir dəfə hansısa miqdə də belə bir sual var idi. Bilməm neçəncininsə miqində. Mən bəyənib sonra baxıram. Gedin tez paylaşın da gəlin. C yazanlar da var. Elə demək olar C yazıb. Bəli. Kitab sözünün son samiti nə vaxt cingilti tələffüz olunur? Əgər o gün dərsdə də demişəm fonetikada B, D, C, G. Cümlənin sonunda sözün üzr istəyirəm. Sonunda tək gəlsə, tək olsa, B, D, C, G. Söz bununla bitib və heç nə gəlmirsə, müstəqil şəkildə işlənibdir. Bu zaman P, T, K, Ç'ya çevriləcək tələffüzdə. Müstəqil işlənərsə P, kitab B ilə bitib, müstəqil işlənib, başqa söz yoxdur. B avtomatik nəyə çevrilir? P-ya çevrilir. Bizə deyir cingiltili tələffüz olunsun. Cingiltili olmayacaq, kar olacaq. Dan şəkilsini qəbul etsə, B, D, C, G-dan sonra samitlə başlanan söz və ya şəkilçi gələndə P, T, K, Ç'ya çevrilir. Dan samitlə başlanır. B nəyə çevriləcək? P-ya çevriləcək. Samitlə gəldiyinə görə. Cingiltili deyil, kardır. Deyil də getdi. Dakı nə ilə gələcək? Samitlə gələcək. Samitlə başladığına görə B P-ya çevriləcək. Getdi. Şkafı samitlə başlanan gəlir. Hər ilmiqə düşür bu tip. Bəli, düşür. Deyəsən keçən ildə vardı, ondan əvvəlki ildə var idi. Yəni bu asan bir mövzudur. Şkafı B nəyə çevrildi? P-ya çevrildi. Evi sözü ilə birləşmə əmələ gəldikdə
Kitab evi. B, d, c-dan sonra saitlə başlanan söz və ya şəkilçi gələndə dəyişmə olmur. B, d, c elə olaraq da qalır. Yəni b elə cingiltili də qalacaq. Cavab C. Amma təkhecalı sözlər bura aid deyil idi. Südüydü, sonra hərbi idi, gerbi idi, coduydu. Bəzi sözlər var, dəstə hamısını demişəm dənə. Onlar bura aid deyil. Bax belə. Yəni onlarda dəyişmə olmur. Təkhecalı o sözlərdə. Məsələn, süd satdıq. Bunun tələffüzü belə olacaq. Süd satdıq. Bu formada olacaq. Yəni burada dəyişmə olmayacaq. Təkhecalı sözdür. Süd deyə bilməyəcəyik ha. Belə. Əla. Aydın oldu müəllimlər. Bəli, burada dəyişməyəcək. Keçdik buna. Bəli. Baxın buna. Mübtədanın ifadə vasitəsinə görə məntiqi ardıcıllığı davam elətdirin. İfadə vasitəsi anlayışını dəfələrlə izah etmişəm. Hətta bilirik ki, imtahanlarda da düşür. Sertifikasiyada da düşür, miqdədə. B yazmışsınız. Hamısında. Baxaq. Deyir, mübtədanın ifadə vasitəsinə görə məntiqə ardıcıllığı davam elətdirin. Gəlin baxaq. Mənə ilham verən təbiət əsrarəngizdir. Əsrarəngizdir. Nə? Təbiət. Mübtədadır. Əhməd şəkil çəkməyə bacarırdı. Bacarırdı. Kim? Əhməd. Mübtədadır. Mübtədanın ifadə vasitəsi isimdir. Mübtədanın ifadə vasitəsi isimdir. İndi bizə nə lazımdır? İsim lazımdır. Çayın səsi uzaqdan eşidilirdi. Çayın səsi ismi birləşmədi. Getdi. Qocalar cavanlara nümunə olmalıdırlar. Qocalar sifətli getdi. Evdəkilər sifətli getdi. Məndən nəyi soruşur? İfadə vasitəsinə görə ardıcılığı. Mən 2 isim veribsə mənə, 3-cünü mən tapmalıyam. Döyüşürdü. Necə, nə tərzdə? Cəsarətlə. Kim? Şamxal. İsimdir. Cavab B. İfadə vasitəsi bu deməkdir. Baxın. İfadə vasitəsi bilsiz nədir? Baxın, əsrarəngizdir. Nə? Təbiət. Hansı təbiət? Mənə ilham verən. Təyin ifadə vasitəsi nədir? Mənə ilham verən. Nədir? Feili, sifət, tərkibi. Mübtədanın ifadə vasitəsi nədir? Təbiət, isim. Xəbərin ifadə vasitəsi nədir? Əsrarəngiz, sifət. İfadə vasitəsi bu deməkdir. Xətti nəyin altından çəkirik? Hamısında isim oldu. Təbiət, Əhməd. İndi bizə Şamxal lazımdır. Yəni isim lazımdır. Aydın oldu? Mən bilirəm. Əla. Yaxşı. Deyin görüm. Bəs buradakı mübtədalar sadə cümlə üzvüdür, yoxsa mürəkkəb cümlə üzvü? Sadə cümlə üzvüdür, yoxsa mürəkkəb cümlə üzvü? Sadə. Niyə sadə cümlə üzvüdür? Deyin görüm. Niyə sadə cümlə üzvüdür? Bəli, əsas nitq hissələri ilə ifadə olunan cümlə üzvləri sadə cümlə üzvü, söz birləşmələri, mürəkkəb adlarla ifadə olunanlar mürəkkəb cümlə üzvüdür. Bu boyda qaydalar yadınızda necə qalıb? Hə, Sevinç Sadıqova çox gözəldir. Bu boyda qaydaları yadda saxlamaqdan ötürü göz faizim, sağ gözüm 95% görmür, sizlərdən uzaq. 95% gözü qurban verməliyik. Yüksək şəkildə dərs oxumaqdan və vaxtı ilə bunları başıma yığmaqdan qulağımın biri batıb və başımda küy əmələ gəlir.
Şəkərə qədər tutmuşuq. Hər şey var bizdə. Yəni bunları öyrənməkdən ötürü həqiqətən eynəyim yanımdadır. Ötən dəfə yox, Sərvər müəllim burdadır. Sərvər müəllimlə getmişdi. Yəni mənim müdavimlərimləndir gözümü yoxlatmağa. Bunu da deyim. Deməli getdim, həkimin qəbuluna girdim. Həkim mənə elə bir sifət göstərdi ki, bir dərsi bir ay keçir müəllim, hər dərs təkrar edir. Çox sağ olun, əzizim, var olasınız. Həkim dedi ki, Zəhra müəllim, siz bu gözü bu vəziyyətə gətirməkdən ötürü hansı türklərdə bir performansı sərgiləmisiniz? Yəni normalda bir insan gözü bu vəziyyətə düşə bilməz. Nə etmisiniz? Deyirəm, nə bilim, özümdən asıl deyil. O qədər danışırıq, o qədər yazırıq. Göz neynəsin? Yəni müəyyən qədər təbii ki, hər şeydən qurban veririk. Bütün uğurun arxasında bəli, çətinliklər var. Görünən tərəfi ancaq budur. Müəllimdir, çoxlu müdavimləri var, tanınır, qruplarına qeydiyyata düşə bilmirik. Hər qrupunda yüzlərlə müəllim, amma arxada olan o zəhmət təbii ki, onu heç kim dilə gətirmir. Belə. Yəni çox çalışmaq lazımdır. Getdik bu suala. Hər şey yaxşı olacaq. Feili birləşməni müəyyən edin. Bunu da dəfələrlə demişəm. Demişdik ki, bəli. Demişdik ki, AE üstə gəlinsin bilmək. Dərsdə demişdim. Mürəkkəb feillərdə. Üstə gəlinsin bilmək bərabərdir. Mürəkkəb feil. Gəzə bilmək, baxa bilmək, gülə bilmək, sevə bilmək, yaza bilmək, danışa bilmək, oxuya bilmək. Hamısı nədir? Mürəkkəb feildir. AE üstə gəlinsin bilmək bərabərdir mürəkkəb feili. Amma mövzunu bilmək. Burada baxın, AE yoxdur. Bilmək. Nəyi? Mövzunu. Burada 2 dənə söz var. Baxın, deyirəm, düşə bilər imtahanda. Baxın, gəzə bilmək. Bir dənə sözdür. Bir söz. Baxın, baxa bilmək. Bir sözdür. Sonra gülə bilmək. Bir sözdür. Mövzunu bilmək. 2 dənə sözdür. Feili birləşməni müəyyən edin. Söz birləşməsi üçün azı 2 dənə əsas nitq hissəmiz olmalıdır. Azı 2 əsas nitq hissəmiz məna və qrammatik cəhətdən birləşməlidir. İndi bilmək bir dənə feildir, məstərdir. Mövzunu da isimdir. 2 dənə. 2 dənə söz var, bəli. İkisi əsas nitq hissəsidir, bəli. Nə olacaq? Feili birləşmə. Cavab D. Yaxşı, feili birləşmə demişəm, bir dəfə də təkrar edək. Feili birləşmə, ismi birləşmədə biz bunları bilirik. Yaxşı, və sabit söz birləşməsi nədir? Sabit söz birləşməsi, biraz təkrar edək. Və sabit söz birləşməsi nədir? İsmi azam duasını oxu, əllərini gözünə çək, keçib gedən inşallah. Çox sağ olun, inşallah, var olun. Bəli, sabit söz birləşməsi nədir? Gəlin yazaq. Bax, qarşınıza çıxar ha imtahanda. Yoxsa gedib məslər filan götürərsiniz, biabır olaram. Sabit söz birləşməsi nədir? Frazeoloji birləşmə. Sərbəst söz birləşməsi nədir? Sərbəst söz birləşməsi nədir? Sərbəst söz birləşməsi bəli, sərbəst söz birləşməsi də nədir? İsmi və feili birləşmə. Əla, supersiniz. Əhsən sizə. Sizdən yoxdur. Super. Bəli. Sabit söz birləşməsi frazeoloji birləşmədir, frazemlərdir. Sərbəst söz birləşməsi ismi və feili birləşmədir. Super. Yaxşı. Söz birləşməsinin ismi yoxsa feili birləşmə olduğunu bilməkdən ötürü aslı tərəfə baxırıq, yoxsa əsas tərəfə? Söz birləşməsinin ismi yoxsa feili birləşmə olduğunu bilməkdən ötürü aslı tərəfə baxırıq, yoxsa əsas tərəfə? Əsas tərəfə. Super. Əhsən, əsas tərəfə. Əsas tərəfin ifadə vasitəsinə görə tapırıq. Super. Yaxşı. Sabah əslində sizinlə söz birləşmələri filan gərək bir dəfə dərindən təkrar edək. Əla. Yaxşı. Görək sualımız qalıb. Bu da qəşəng sualdır. Bunu da tapana əhsən. Baxın. Buna da baxın. Bu da çox qəşəng sualdır. Hansı cümlələrdəki ismi həm adlıq,
həm də təsirli halda hesab etmək olar. Bəli, söz birləşmələrini tapmaqdan ötürü əsas tərəfə baxırıq. Bitirəcəm indi. Nə qədər qalıb sizin dərsiniz? 15 dəqiqə, 15 dəqiqə bitəcək. Saat 8-də riyaziyyat başlayır. Söz birləşmələrini tapmaqdan ötürü əsas tərəfə baxırıq. Bəlkə də mən orada asılı demişəm, onlar çaşaraq. Belə. Çünki telefonun, planşetin görürsünüz, zaryadkası 10%. Mənim fikrim orada qalıb ki, ekran görən qaralar, yoxsa qaralmaz. Belə. Yaxşı, buna da baxaq. Çünki 8-də riyaziyyat dərsi var. Bizə ayrılırlar. Deyir ki, cavab olur D. Hansı cümlələrdəki ismi həm adlıq, həm də təsirli halda hesab etmək olur? İsim deyir. İndi xörək bişir. İndi xörək bişir. Deyirəm, qonaqlar, indi xörək bişir. Bax, xörək burada isimdir. Bir də deyirəm, ana xörək bişir. Xörəyi bişir. Yəni, xörək bir dəfə adlıq halda olacaq. Xörək bişir, orada öz-özünə. Bir dəfə də deyirəm, dur xörəyi bişir. Qeyri-müəyyən təsirli halda. Bir dəfə xörək sözü adlıqdır, bir dəfə xörək sözü təsirlikdir. Cavabın biri 1-dir. Əlbəttə, sərnişin də gözləyir. Bir dəfə sərnişin gözləyir, dayanacaqda durur, kimsə gözləyir. Adlıq halda olacaq. Bir dəfə də kimsə sərnişini gözləyir. Yəni, qeyri-müəyyən təsirli halda. Bir dəfə də cavab olacaq 2. Asif, məqaləni diqqətlə oxu. Bu təsirlikdir. Əsəri bəyənildi. Onun əsəri, öz əsəri. Bu yalnız adlıqdır. Küçədəki oğlan səsləyir. Bir dəfə küçədəki oğlanı səsləyir. Küçədəki kimdirsə, bir dəfə oğlanı səsləyir. Oğlanı qeyri-müəyyən təsirli hal. Hüseyin Candan, mənə bir dənə boks işarəsi atmışsan. Sənə bu dəqiqə o bir dünya göndərəcəm. Gözündən blok edeyim. Hər Hamid mənim, onları silin. Bir dəstə söz yazdı sonra da. Küçədəki oğlan səsləyir. Bir dəfə oğlanı səsləyir. Qeyri-müəyyən təsirlik. Bir dəfə də küçədəki oğlan. Bir dəfə oğlanı səsləyir. Kimsə oğlanı səsləyir. Bir dəfə də oğlan kimsə səsləyir. Bir dəfə də olacaq adlıq halda. 1, 2, 5. Uşaq bağçasını təmir etdilər. Burada da bağçasının təsirlikdir. 1, 2, 5 sualımızın düzgün cavabı olur. D variantı. O Hüseyin Candanın əziz canı üçün. Gəldi mənə bilən boks yumruqlatdı, getdi. Başınız var olsun müəllim. Dünən biri yazmışdı. Ay qız deyir, onu yaxınlaşdır. Yaxşı görə bilmirəm. 1, 2, 5. Başa düşdünüz? Xörək, sərnişin və oğlan. İntonasiyamızdan asılı olaraq fərqli formalarda, hallarda götürə bilərik. Az qalıbdır. Buna da baxın. 12 dəqiqəmiz var. Asan sualdır bu. Çox sağ olun. Təşəkkür edirəm. Əla müəllim. Siz də sağ olun. Çox sağ ol canım mənim. Siz də sağ olun. Getdik, baxdıq buna. Mən işığam, qaranlığın qənimi. Mən insanam, daşıyıram qəlbimdə. Qəlbimdə dünyaların sevincini, qəmini. Nümunədə fərqləndirilmiş sözlər ismin hansı halındadır? Mən işığam. Qaranlığın qənimi. Mən insanam. Daşıyıram qəlbimdə dünyaların sevincini, qəmini. İndi baxın, deyir ki, fərqləndirilmiş sözlər. İşığam, kök, üstəgəl, şəxs sonluğundan ibarətdir. Şəxs xəbərlikdən ibarətdir. Nəyin düsturuydu? Adlıq halı. Bu adlıq haldadır. Qaranlığın qənimi. Bu da olacaq adlıq. Sonra daşıyıram qəlbimdə dünyaların sevincini, qəmini. Qəm, sözün kökü, qəmi, mənsubiyyət, qəmini təsirlik. Adlıq təsirlik. Cavab B. Birincidə işığam, qaranlığın qənimi, bu olacaq adlıq. İnsanam olacaq adlıq, amma qəmini olacaq təsirlik. Cavab B. Buna da baxaq. Norma ilə bağlıdır. Adlıq təsirlik, bəli.
Sabah suallar hazırlayacağım. Belə suallardan əlavə açıq suallar. İnşallah sabahları sizi səsli şəkildə sual cavab eləyəcəm. Açıq suallar burada dedim. İndi birazdan yazacaqlar. Bütün ölkə danışacaq ki, Zəhra müəllim deyir, MİQA sertifikası açıq sual düşür. Müəllimlər, açıq sual deyərkən imtahanda yox. Sadəcə mən məsələn bayaq deyirdim, say əsasən hansı nitq hissəsi olur, onu nəzərdə tuturam. Ötən dəfə bir canlımda demişdim ki, müəllimlər, imtahana güclü şəkildə hazırlaşın. Çünki məlum məsələdir ki, hər il imtahanlar çətinləşir. Bir müəllim o gün yazıbdı ki, müəllimə deyir, onu nazir hansı çıxışında deyib ki, imtahanlar çətinləşəcək. Zəhmət olmasa deyir, onu atın. Yəni ümumiyyətlə deyir, yəni sübut gətirin. Ağız çaşar, düzünü danışar. Nümunədə ədəbi dilin hansı normaları pozulub? Ağız çaşmır. Dil çaşar. Dil çaşar, düzünü deyər, danışar. Ədəbi dilin hansı norması idi ki, bizdən sözlərin mənasına dərindən bələd olmağı tapşırırdı? Ədəbi dilin hansı norması idi? Leksik norma. Bu qədər rahat. Cavab D. Bu kadar basit. Bunlara da tez baxaq. 8 dəqiqəmiz qalıb. İşarələnmiş sözlər hansı nitq hissəsidir? Bu canlılarımız əsasən sertifikasiyaya uyğundur. İnşallah ki, MİQ üçün də bir gün canlı açaram. Onda suallarla tanış olarsınız. İşarələnmiş sözlər hansı nitq hissəsidir? Əzizinəm, gündə mən. Kölgədə sən, gündə mən. İldə qurban bir olar, sənə qurban gündə mən. Kölgədə sən, gündə mən. Gündə. Gün, günəş mənasında isim. Sənə qurban gündə mən. Nə vaxt, nə zaman? Zərf. Bu isə gün, gündə. İsim olanda sadədir, zərf olanda düzəltməlidir. Cavab olur D variantı. Zaman zərfi, bəli, yayda, qışda, gündə. Bunları işlənmə məqamından asılı olaraq sadə isim və düzəltmə zərf kimi də demək olar. Məndə canlı geri qalıbdı. Canlını irəli çəkmək lazımdır. Sonuncu suallarımızdır. Baxın. Ən azı 3 fərqli nitq hissəsi kimi işlənə bilən sözləri göstərin. Niyə D yazmısınız? D yazanlar. Diqqətli olun. Bircə nəfər düz yazıb, Səbinə müəllim. Hələ C yazanlar. Ən azı 3 fərqli. Hey. Hey nida kimi. Qələmi balacalaşdırım, nə olsun? Böyük olub. Hey nida kimi. Hey nida. Hey danışır. Zərf. Dizimdə hey qalmadı. İsim. 3 dənə nitq hissəsi oldu. 1. Yaxşı, danışarıq. Özündən sonra vergül olanda. Modal söz. Yaxşı adam. Bu zaman olacaq sifət. İsmin əvvəlində gələndə. Yaxşı danışdı. Olacaq zərf. Feilin əvvəlində gələndə. Oldu. Sifət. Zərf, modal söz. Düz. Düz çox olacaq. Düz necə olar? Cıdır düzü, isim kimi. Qabları süfrəyə düz. Feil kimi. Düz saç. Sifət kimi. Düz danışdı. Zərf kimi. Düz 10 ildir danışmırıq ədat kimi. 1, 2, 3. Cavab E. Yaş sözü amonimdir. İnsanın yaşı. İsim kimi. Yaş paltar, nəm paltar, sifət kimi. Bu 2 dənə oldu. Qan, qanmaq feili. Feil kimi. Bir də qan. Məsələn, qolumdan qan gəlirdi. İsim kimi. Bizə deyir ən azı 3 fərqli nitq hissəsi olsun. 4 ilə 5, 2 dənə nitq hissəsi oldu. Cavab 1, 2, 3 E variantı. Bu bir suallara da baxaq.
Biraz sürətli izah edirəm, çünki vaxtımız daralır. 3 sualımız qalıb. Buna da baxaq. Uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluğu müəyyən edin. MİQ 2025-in sualıdır. İbtidai MİQ 2025. Riyaziyyata 4 dəqiqə qalıb, bəli. Aha. Hey zərf, bəli, bayaq dedik, ola bilir. İçəri zərf, bayaq dedik. Yəni, içəri zərfdir, bəli. Qızdırıcı, bəli, sifətdir. Qızdırıcı isim deyil, qızdırıcı sifətdir. Ora, zərfdir. Gərək ki, modal sözdür. Gərək ki. Görün, bunu düz yazan olub. Niyə hamınız səhv yazmısınız? B yazanlar var, yox. B yazanlar var. Gərək ədatdır. Gərək ki, modal sözdür. Cavab B. Gərək ki, ədat deyil, modal sözdür. Modal söz. Bəli, qızdırıcı da isim deyil, sifətdir. Yəni, hey zərfdir, içəri zərfdir, qızdırıcı sifətdir, orada zərfdir. Gərək ki, ədat deyil, modal sözdür. Qeyd götürün. Gərək ədatdır. Kaş, təki, barı, gərək. Amma gərək ki, modal sözdür. Burada səhv yazıblar. Buna da baxaq. Bəli. Biri düzəltmə feil deyil. Yadırğamaq, bəli, yad, ırğa. Udqunmaq, udqun. Duruxmaq, qəfil durursan, duruxan zaman. Qəfil durursan. Deyilə, filankət duruxdu, dayandı, durdu. Dur, durux. Ələmək, əl, ələmək. Yalvarmaq, yalvarmaq. Kök, üstə gəlinsin, qrammatik şəkildən ibarətdir. Sadədir. Cavab D. Başa düşdünüz? Yadırğamaq düzəltməli. Yaddan yadırğa. Yaxşı, yadırğamaq sözünün kökü hansı nitq hissəsi ilə homonimdir? Yadırğamaq sözünün kökü. Yadırğamaq sözünün kökü hansı nitq hissəsi ilə homonimdir? Sifət. İsim. Yadırğamaq sözünün kökü nədir? Yad sifətidir. Nə ilə homonim olacaq? Yad ismi ilə. Bəli. Salam Zəhra müəllim, nətərisiz? Çox sağ olun, yaxşıyam. Siz nətərisiz? Bəli. Yad sifətidir. Yad ismi ilə homonim olacaq. Uddan udqun, durdan duruq, əldən ələ, amma yalvarmaq sadə. Keçdik sonuncu suala. Axır ki, narahat olmayın. Bir dəqiqəni bizə bəxş edin. Siz kaş biləsiniz, mən hansı rejimdə bu dəqiqə canlı keçirəm. Başımın üstünü kəsdiriblər, tamamdır. Bizim dərsimiz başlayır. Kanalı bizə verin. Və mən də buradan tez ürəyim dözmür sual verəm. Yadırğamağın kökü nə ilə homonim olacaq? Yaxşı. Hansı sözü həm sadə, həm də düzəltmə söz kimi təhlil etmək olar? Sahildəki. Sahildəki. Yalnız düzəltmə. Aşağısı. Aşağısı. Yalnız sadə. Daxilən, daxil, ən. Yalnız düzəltmə. Çox sağ olun, təşəkkür edirəm. Novruz Mehdiyev adı ilə yazan. Bu gelişdən heç xoşbəxt olmayacaq. Sonra ələk, əl, ələ, ələk. Getdi. Yalnız düzəltmə. Bax, bu yalnız düzəltmə oldu. Bu da yalnız düzəltmə oldu. Bu da yalnız düzəltmə oldu. Bu da yalnız sadə oldu. Qalır A variantı, çaparaq. Əgər
bu formada olsa feili bağlama kimi. Feili bağlama kimi. Vurğu düşəcək 2-nin üzərinə. Buradadır. Hə, deməli vurğu düşəcək 2-yə. Aha, bir də bax burada zərf kimi olanda vurğu düşəcək 3-ə. Zərf kimi olanda araq leksik şəkilçidir. Və o gün testdə salmışdınız. Bəli, salmışdım testdə. Feili bağlama kimi olanda araq qrammatik şəkilçidir. Bir dəfə olacaq araq leksik, bir dəfə olacaq araq qrammatik. Bir dəfə zərf yaradacaq, bir dəfə feili bağlamanın qrammatik şəkilçisidir. Daha yoruldum. Başa düşdünüz müəllimlər? Canlımız faydalı oldu. Sağ olun, mənim haqqınızı halal edin, halal olsun. Əgər çox yorulmasam, müəllimlər, çox yorulmasam, enerjim qalsa təbii ki, axşam Şakir mənim dərsindən sonra yarım saatlıq sual cavab edərik inşallah. Allahın izni ilə. Çox sağ olun, siz də sağ olun. Şakir mənim hələ dərsə girsin. Təşəkkürlər, sizə də təşəkkürlər. Heyf gec qoşuldum. Eybi yoxdur, canlı qalacaq, baxarsınız. Canlını ama çox paylaşmırsınız, müəllimlər. Çox paylaşmırsınız canlını. Və bu qədər canlıda 92 nəfər müəllim var. Bayaq 100 idi, 10 nəfər qaçdı. Çox sağ olun müəllim. Yaxşı, siz də sağ olun. Yaxşı ki varsınız, siz də yaxşı ki varsınız. Yaxşı, sağ olun müəllimlər. İnşallah Allahın izni